Deməli bizdə link vermək üçün saytımıza hansı tagdən istifadə etməliyik? A ref yazırıq. Məsələn, A yazırıq. Ref bərabərdir. Belə bərabərdir yazaq. Dırnağın içərisində nə yazmalıyıq? Dırnağın içərisində bizə lazım olan linki yazın. Linki əldə etmək istəyirsinizsə, hər hansı bir saytda burada ad yazaq. Məsələn, informatik tutaq. Nöqtə ad sayt. Daxil olur. Daxil olandan sonra baxın bu yuxarı hissədə olan linki kopyalayırıq və gətiririk. Buradakı dırnağımızın içərisində nə edirik? Yerləşdiririk. Yerləşdirəndən sonra tagimizi bağlayırıq. Burada hər hansı bir söz yazırıq ki, saytda o söz açılan, belə deyək də, saytın tərtibatında o söz gələcək və altında xətt olacaq ki, yəni o sözün vasitəsilə o linkə daxil olaq. Yazaq informatika. Yazdıq və run veririk. Baxın, gördünüz, aşağıda informatika sözü var. İndi mən istəyirəm ki, uşaqlar, tutaq ki, bu cədvəlin altında biraz bitişik formada yazılır. Bunları bir-birindən ayırmaq üçün cədvəllə bu yazdığımı hansı tagdən istifadə edeyim ki, bunlar bir-birindən ayrılsın. Bəli, P tagi verirəm, mən bura P tagi verirəm və bu P tagini bir-birindən ayırmaq. Burada P tagini əlavə eləyəcəyik və P tagini bağlayaq. Nə işə yarayırdı? P tagi uşaqlar. P tagi nə işə yarayırdı? Abzasına, bəli. Və run veririk. Baxın, artıq aralıdan düşür. İstəsəz bunu sağa da verə bilərsiniz. Right əmri var. Run verdik. Düşdü aşağısı, yəni bir satır aşağıya düşdü. Və bizdə bu xüsusi altından xətt çəkilmiş sözün üzərinə klikləyəndə baxaq görək nəsə açılır. Yəni biz bura link vermişik. Baxın, fikir verin. Üzərinə klikləyəndə bizdə nə açıldı? İnformatika ad saytına daxil olanda onun pəncərəsi necə idisə, bu formada fikir verin. Burada bizim linkimiz açıldı. Aydın oldu uşaqlar.